Digitallaşmanın gətirdiyi üstünlüklərlə yanaşı, təbii ki, çağırışlar və sərt rəqabət də özünü göstərir. Bu çağırışları və rəqabət tələblərini nəzərə alaraq, təbii ki, Azərbaycan Respublikası da həmin hökumətin proqramı olaraq, həm universitetlər səviyyəsində müxtəlif addımlar atır və bugünkü konfransda bunun misalıdır, buna bir daha təsdiqdir. Bilirsiniz ki, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün bərpasından sonra yeni siyasi reallıq yaranıb. Yeni siyasi reallıq təkcə siyasi, iqtisadi əməkdaşlıq deyil, eyni zamanda elm, texnologiyalar sahəsində olan əməkdaşlıq üçün də yeni imkanlar deməkdir. Nəzərə alsaq ki, bu konfrans Ümumilli lider Heydər Əliyevin anadan olması şərəfinə keçirilir. Bu təbii ki, həm konfrans iştirakçılarının, həm məruzəçilərin üzərinə daha əlavə məsuliyyət qoyur. Çünki bugünkü dövlətin bütün sahələrdə inkişafı ümumilli liderin vizyonu, onun baxışları əsasında formalaşıb və biz də gözəl nəticələri görürük. Работая над своей разработкой архитектуры Wi-Fi и механизмов для передачи данных, я основывался на нынешних проблемах, существующих в Wi-Fi телекоммуникациях. Wi-Fi лишен этих недостатков, у него скорость превышает выше 100 гигабит в секунду, отсутствует интерференция в радиоспектре и также не проникает через стены. Belə bir konfransda iştirak bu elmi icmanın bir parçası olmaq üçün şansdır. Təbii ki, burada iştirak edən gənc tədqiqatçılarla tanış olmaq, ümumiyyətlə mən sektorun bir əməkdaşı olaraq istər-istəməz o kadrların cəlb olunması, kadrların potensialının gücləndirilməsi istiqamətində böyük bir töhfə verib. Demək istərdim ki, bu cür konfranslarda iştirakla həmçinin də öz apardığım tədqiqatla bağlı fikir öyrənmək, fikir mübadiləsi aparmaq kimi imkanlar yaradır mənim üçün.